Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli dinleyiciler, Allah səni hidayət etsin duasını sizlərin hər biriniz gözəl şəkildə bilirsiniz və bu dua ilə çox vaxtı bir-birimizə dualar edirik ki, bəzi bilməyən insanlara bu dua acıq gəlir. Ola bilsin ki, sizin də qarşınıza çıxıb birinə demisən ki, Allah səni hidayət etsin, o sənə qəzəblənib, deyib ki, mənim nəyimdir ki, azmışam ki, mənim hələ yolum düzdür, Allah hələ sənə hidayət versin, deyə cavab qaytarmışdı. Oysa bu, onu deyən müsəlmanın nadanlığından, cahilliyindən irəli gəlir. Halbuki, dinimizdə ediləcək ən böyük 3-5 duanı yığsan, onlardan biri də budur. Allah səni hidayət etsin. Nədir bu hidayət? Hidayət, yəni Allaha gedən minlərlə yolun içində bir yol vardır ki, o yol ən doğru olanı, Allahın razı qaldığı və o yolda gedən insanın hökmən xilas olacağı olan bir yoldur. Ki, Qur'an-ı Kərimdə də 40 yerdə Allah bizi hidayət etsin, Allah sizi hidayət etsin kimi kəlmə istifadə olunmuşdur. İhdinəs sıratal müstaqim kimi kəlmə Qur'an-ı Kərimdə ifadə olunmuşdur. Allah bizi doğru yola hidayət etsin. Değerli insan, bu söz o kadar büyük sözdür ki, çünkü Allah'ın razı qaldığı bir yolu var. Sen bir nəfərə deyirsən ki, Allah səni o yola salsın. Allah'ın razı qaldığı yola. Ona göre de bu dua kime edildi? Nadanlıq etmə. O sözü demə ki, mənim nəyimdir. Qəzəblənmə bu sözə. Ola bilsin ki, onu da deyim ha, ola bilsin ki, sənə bu sözü deyənin özü əyri yoldadır. Sənə istehza üçün bunu deyir. Güya ki, yəni sən əyri yoldasan, Allah səni düz yola çəksin, eybi yox. Qoy o sənə bunu istehza ilə desin. Sən isə onun bu sözünə belə cavab ver. Amin. Bəli, ey Rabbim, qəbul et bu duanı. Yəni, məni haqq yoluna sal. Değerli insanlar, unutmayın, gün ərzində ən azı 5 dəfə namaz qılırıq. Hər namazın, hər rükətində biz bu sözü deyirik. Fatihə surəsinin 6-cı ayəsi. İhdinəs sıratal müstaqim. Ey bizim Rəbbimiz, bizi sıratal müstaqimə hidayət et. Yəni yönəlt, bizi ora apar. Sıratal müstaqimə, sıratal müstaqim, düz yol, yəni səni Allaha çatdıracaq yol. O birdir. Dünyada nə qədər dinləri var? Bütpərəstliyin nə qədər növləri var? Bütün bütpərəstlər Allaha ibadət etdiyini zənn edir. Halbuki dünyaya gəlmiş keçmiş bütpərəst inanclarını saysan, bəlkə də minlərlə din edir. Hamı bir-birindən fərqlidir. Hamısı da Allaha getdiyini zənn edir. Amma bütpərəstliyin bitovu batildir. Yəni 10.000 bütpərəst növü olsa, hamı batildir deməkdir. Allaha gedən yol birdir. Hansı yoldur o? Allah'ın Rasullarının gətirdiyi yol. Hər kəsin öz döneminde sıratal müstakim odur.
Musa aleyhissalam hansı üslub ilə insanları hidayətə doğru yönəldirdisə, həmən dövrün ən populyar, ən xeyirli, ən doğru olan yolu o idi. Sonra Allah o yolu ləğv etdi. Yolun əsası ləğv olmayıb, ibadət forması ləğv olub. Yəni, ibadətin tərzi dəyişdirilib. Hədəf elə bir yerdir, Allaha gedən yoldur. Allah yeni peyğəmbər və yeni bir şəriət göndərir ki, bu şəkildə mənə gəlin. Və sonunda Muhammed sallallahu aleyhi və səlləmlə bir yol qoydu ki, bu qiyamətə qədər artıq bir formada davam edəcək. Bundan başqa yolların heç biri səhih deyildir. İnsanlar özlərini aldatmasın. Yol birdir. Allah Rəsuluna göstərdiyi yol. Bu yol Allaha gedir. Yəni İslam. Amma İslamın içində belə nə qədər yanlış sözlər danışanlar var. Nə qədər insan vardır ki, din adı altında insanları manipulyasiya edir, aldadır, şəhid olacaqsan deyir, partladır, məsum insanları evinin içində öldürür. Neçə insan olub ki, səhabəni öldürüb, Əli ibn Əbu Talib kimi cənnətin darıxdığı o kişini öldürən adam qılıncını qucaqlayıb sevincindən ağlayırdı ki, Allahım, ən böyük kafiri öldürdüm. Deyəcək qədər azğın birisi özünü hidayətdə görüb. İndi o hidayətdədirmi? Yox. Bax, bugün də onun yolunu davam elətdirənlər vardır. Müslümanların qanını tökür, doğru oldu, yolda olduğunu zənn edir. Ona görə də dəyərli insanlar. Heç kəs özündən razı olmasın. Sənin əlində Qur'an ayəsi yoxdursa, bir də Rəsulullahın səhih hədisi yoxdursa, elədiyin işdən razı qalma. Bilgilən ki, hələ doğrunu tapmamısan. Doğru Qur'andır və sünnədir. Allahın kitabı, Rəsulullahın metodikası. Budur doğru olan. Allah əmr edib Qur'anda namaz qıl, zəkat ver. Rəsul isə bizə öyrədib necə namaz qılarlar, necə zəkat verərlər. Hidayət yolu budur, dəyərli insanlar. Ona görə biri sənə desə, Allah səni hidayət etsin, de, əmin. Baxma, o nə niyyətə deyir. Sən əmin de. Əgər o səni istehza edirdisə, zaten özü günahkardır. Burax cahili öz başına. Ona görə bir də burada dəyərli müsəlmanlar, bizim daha çox önəmli bilməli olacağımız bir nöqtə də vardır ki, bəzi insanlar biri ilə diskusiya edərkən görür gücü çatmır, deyir, onu sanki əyri yolda olduğunu sübut etmək üçün qəzəbli halda deyir, Allah səni hidayət etsin. Allah səni hidayət etsin sözünü elə qəzəbli halda deyir ki, qaşları çatılmış, bədəni titriyir qəzəbdən. Sözü çatdıra bilməyib, indi qəzəblə deyir, Allah səni hidayət etsin. Və barmağı ilə də onu işarə ilə göstərir, yəni bütün qəzəbi ilə bu sözü deyir. Bax, bu cüra, bu sözü deyən insan özü heç sırat-ı müstaqimdə deyil, özü haqda deyil. Çünki bu duadır. İnsan biri-birinə bu şəkildə dua etməz. Qəzəb ilə, nifrətlə Allah səni hidayət etsin deyir. Əks tərəf də elə buna görə bir çoxları qəzəblənir, deyir, mənim nəyimdir, elə sən əyri yolda, elə Allah səni hidayət etsin. Görürsünüzmü? Bax, bəzi müsəlmanlar bu gözəl duanın ləzzətini itiriblər. Halbuki bu duanı edəndə insan ən sevdiyi adama deməlidir. Anasına, atasına, övladını bağrına basaraq, övladım, Allah səni hidayət etsin, sevə-sevə deməlidir bu sözü. Ona görə yox ki, övladı yolunu azıb. Yox, yox. Allah səni hidayət etsin sözü, dəyərli insan, bəli, birinci azğına deyilir.
yolunu azan adama. İkinci isə biz azğınıq, qibləyə qalmışıq, əllərimiz sinəmizdə. Rəbbimizə göz yaşı tökərək deyirik ki, ihdinə sıratal müstaqim. Allahım, bizi doğru yola yönəlt. Əyri yoldasan ki sən qibləyə dayanıb Rəbbinə yalvarırsan. Bəs bu nəyin hidayətidir? Bəli, deməli biz azğınlıqdan Allaha həmd olsun xilas olduq. Şirk edirdik, şirki tərk etdik. Zina edirdik, zinanı tərk etdik. Böhtan atırdıq, tərk etdik. İndi haqq yolundayıq. Amma bu haqq yolunun üstündə hər an azmağımız mümkündür. Bəli, hər an azmağımız mümkündür. Bax, dəyərli insan, diqqətlə qulaq as. Musa aleyhissalam peyğəmbərdir. Allah ona kitab indirib. Allah Musa aleyhissalam ilə birbaşa danışıb. Bu qədər şərəf və şöhrət sahibidir. Amma o Musa aleyhissalam azğın idi? Yox. Amma qəflətən bir hadisə baş verdi. Musa aleyhissalam gördü ki, onun Bəni İsraildən olan bir dostu bir kafir Qibti ilə mübahisə edir, döyüşürlər. Qibti Musa aleyhissalamın dostunu yıxıb yerə vurur. Az qala onu öldürəcək. Musa aleyhissalam o Qibtini elə vurdu ki, o öldü. Halbuki Qibti haqlıydı. Yəni kafir haqlıydı. Musa aleyhissalamın dostu haqsız idi. Musa aleyhissalam vurdu, haqlını öldürdü. Bax, orada Musa aleyhissalam yanlış iş gördü. Yanlış iş gördü. Amma sonra Allah onu nə elədi? Hidayət etdi. İndi Musa aleyhissalama biz deyəcəyik, yolunu azmışdı. Yox, tam dində yolunu azmayıb. Amma həyat seçimində bəzən bizim də yanlış seçimimiz olur. Evlənmək istəyir. İnsan vardır, həyatına saadət gətirmək istəyir. Elə birisi ilə evlənir ki, həyatı məhv olur. Ən gözəl yoldaydı, yolunu azır. Bəli, insan var idi, hidayət üçün bir nəfərin yanına gedir ki, mənə doğru yolu göstər. Halbuki onun yanına gedəndə normal bir yoldaydı, o onu elə azdırdı ki, uçuruma düşdü, məhv oldu. Axı bu hidayət üçün getmişdi. Baxın, ona görə biz hidayətdə olsaq belə, hər gün Allaha deyirik ki, Allahım, məni baş verə biləcək hadisələrdə hidayət et, düz yola yönəlt. Evlilik seçimində, biznes seçimində, dost seçimində, ev seçimində, hər nədə insanın azması vardır, hər nədə. İnsan vardır kiçik bir məbləğə görə, kiçik bir məbləğ, 10 manatın, 50 manatın mübahisəsini edib adam öldürür, bəlkə də ömürlük həbsə qədər girir. Nə idi bu? İhdinə sıratal müstaqim. Hər gün Allaha deməlisən ki, Allahım həyatda başıma gələcək hər bir işdə mənə doğru yolu göstər. Çünki cəhənnəmə hər işin içindən getmək olur. Hər işin içindən cəhənnəmə yolu var. Namazın içindən cəhənnəmə yolu var. İnsan vardır, Allahın sevimli adamlarının məzarının ziyarətinə gedir ki, hörmətini artırsın. Həmən məzar ziyarətindən cəhənnəmə gedir. Gedir, misal üçün bir imamın məzarına, orada səcdə edir, orada qurban kəsir. Bu yaxşı niyyəti ilə getmişdi, cəhənnəmə getdi. Həmən elə qurban kəsdiyi yerdən cəhənnəmə doğru yol açıldı ona. Niyə? Allaha şərik qoşdu, dinin içində. Bax, budur, dəyərli insanlar, hər an azmamız mümkündür. Ona görə biz hər gün, hər namazda, hər rükətində bu sözü deyirik. İhdinəs sıratal müstaqim. Allahım bizi doğru yola yönəlt. Bütün seçimlərimizdə. Ona görə dəyərli insan, bu gözəl sözü bizlər birimizə də deməliyik. Baxın, Allahın Resulü sallallahu aleyhi və səlləm buyurur ki, əgər bir nəfər asqırsa,
asqırdı. Desə elhamdülillah, onu eşidən müsəlman həmin adama deməlidir. Yerhamukallah. Allah sənə rəhm etsin. Rasulullah deyir, kim sən asqıranda sənə desə yerhamukallah, sən ona de. Yəhdikumullah və yuslih bələkum. Allah səni hidayət etsin. Və Allah sənin bütün işlərini düzəltsin. Bax, Allah səni hidayət etsin. Kimə deyirsən? Sənə dua edən adama deyirsən. Deməli, sevə-sevə bu sözü deyərlər. Bu sözü kinlə, nifrətlə deməzlər. Ona görə kim kimi ilə mübahisə edirsə, güya ki bu dini terminologiyadan istifadə edir də, Allah səni hidayət etsin, qəzəblə ona demə. Bu sözü gözdən salmayın. Bu böyük sözdür. Bu nəhəng sözdür. Bu İslam ümmətinin ən böyük 3-5 duasından biridir. Yəni duaların başında gəlir bu söz. Bu sözü gözdən salmayın. Baxın, bizim bəzən kiçik bir işi böyüdüb özümüzə fəlakət etmə problemini yaşaya bilirik. Buna psixologiyada ipoxondriya deyirlər, ipoxondriya. Yəni kiçik bir hadisəni böyütmək. Misal üçün bir nəfər sənə dedi, eybi yox, gör sənin başının nə oyunu açaram. İndi bir söz dedi də qəzəblidir. Bu adam onu böyüdür, o məni öldürəcək, məhv olacağam, ailəm dağılacaq, bu olacaq, bu olacaq. İşi böyüdür və psixoloji durumu korlanır. Kiçik bir şeyi böyütmək. Misal üçün, ona adi qrip tutub, qrip, yəni soğlanıb 3 günə, 1 həftəyə düzələcək. Biraz müalicə eləyəcək, düzələcək. Bu adam evində oturur deyir, mənim dalağım sancdı. Deyəsən dalağımda xərçəng var. Deyəsən qaraciyərimə nəsə olub. İşi böyüdür, heç bir şey yoxdur onda. Bax, buna ipoxondriya deyirlər. Yəni, kiçik bir şeyi ölümünə qədər düşünmək. Bu normal hal deyil. Normal hal deyil. Ona görə bizim başımıza hər hansı bir hadisə kiçik olsa belə gələndə, biz biri-birimizə desək ki, Allah səni hidayət etsin, sevə-sevə, yəni Allah sənə düşüncələrində ən doğru olanı göstərsin. Yəni, işi böyüdüb özünü fəlakətə aparma. Deməli, bu duadır. Biz biri-birimizə bu şəkildə dualar etməliyik və duaları edərkən dəyərli insan, sevgini unutma. Sevgi ilə dua edərlər. Sevgi ilə. Bədbinliyin altında yalandan dua edilmiş kimi buna ironiya deyirlər, ironiya ilə. Yəni, əslində dua etmirsən, əslində ona nifrət edirsən. Güya ki, sən dilini dini terminlərdə saxlayıb da bu sözü də gözdən salırsan. Diqqətli olun. Bu çox böyük sözdür. Bunun dəyərini bilək ki, Allah bizə gerçək hidayəti göstərsin. Gerçək hidayəti. Bizim isə buna çox ehtiyacımız var. Çünki yalnız gerçək hidayət, yəni ihdinə sıratal müstəqim. Allahım, məni doğru yola yönəlt. Çünki o doğru yolun sahiblərinin nə qədər günahları olsa da Allah onu təmizləyəcək. Kimi təmizləyəcək? Yalnız hidayətdə olanları. Biz insanıq. Əlimizdən özümüzdən asılı olmayaraq bəzən günahlar edirik və üzərimizə bəlkə də dağlar qədər bir şeylər yığmışıq. Çünki bu belədir. Mömin öz günahlarını dağlar kimi görməlidir, dağlar kimi. Cahil isə dağlar boyda günahını kiçik bir çöp kimi görür. Burada nə var ki, mən nə etmişəm kimi düşüncəsində yaşayır. Ona görə biz daima özümüzü belə görməliyik. Allahım məni hidayət et. Allahım məni bağışla. Ki, Allah da bağışlamasına söz vermişdi. Çünki sən hidayətdəsən. Bəli, biz hidayətdəyik. Allah bizim hidayətimizi artırsın. Biz Allaha iman etdik. Vaxt var idi, müəyyən neçə günahların sahibi idik. İndi də günah sahibiyik. Amma o bağışlanmaz günahlar var, ha. Şirk kimi və falsıya inanmaq kimi, cadu kimi
və yaxud da ki, insan qatili olmaq kimi nə qədər günahların içində insanlar olur. Amma o ki, hidayət olur, Allahın yoluna gəlir, bu yola gəldikdən sonra qazandığı bütün günahlara Allah onu təmizləməsinə ona söz vermişdir. Yetər ki, o yaşadıqlarına tövbə edib və bu gündə yaşadıqları günahlara görə Allahdan peşimançılıq çəkərək səhvlərini düzəldir və Allahdan bağışlanma diləyir. Bax, belələrini Allah yolun sonunda tərtəmiz edib huzurunda onu cənnət ilə müjdələyəcəkdir və orada onlara hörmət olunacaqdır. Allah bizi də onlardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.